İnşallah yolumuz Qırğızstana. Uzun yollar və kilometrlərlə ölçülən həyat. Onlar üçün yol təkcə məsafə deyil, həm də məsuliyyət, səbr və iradə sınağıdır. Bu peşə azadlıq hissi, dünyanı görmək imkanı kimi cəlb edici tərəfləri ilə seçilsə də, eyni zamanda uzun ayrılıqlar, yorucu rejim və risklərlə dolu bir həyat tərzini də özü ilə gətirir. Bu işin hər üzü var da, yaxşı üzü də var, pis üzü də var. 20 ilə yaxındır bu tır sənətindəyəm. Mən bütün dünyanı gəzirik də. Buradan çıxarkən, yəni elə gedib gələndə deyirsən, ay Allah, mən bizə dənə salamat vətənə qayıdım, evimə, ailəmin uşağına, içinə qayıdım. Çox adam elə bilir ki, biz gedəndə bir dənə ölkədən keçirik. Biz bir ölkə keçmirik. Biz neçə dənə qapılar keçirik, o sərhəd qapılarından keçirik. Bunun hamısında da vaxtlar gedir. Məsəl üçün, mən buradan bir reis gedib Azərbaycana gəlib çatmağım elə olur ki, 40 gün, 45 gün, ola bilir ki, sərhəd bağlı olur, 2 ay da çəkir. Biz məsəl üçün 5 yoldaş gedirik, deyirlər ki, 5 yoldaş bunlar nətər bir-biri ilə danışır. Bizdə burada rasiya var. Bununla, məsəl üçün, Avropanın 15-ci kanaldır. Məsəl üçün, qoyuruq 9-a, 8-ə. Özümüz üçün burada hamı bir-birindən əlaqə saxlayır ki, falan yerdə dayanacağıq. İrandan yük vurub getmişəm Sverdlovskiyə 2 yoldaşla. Nəysə, yoldaşın o biri getdi, mən qaldım. Mən rus dili bilirəm. İnan Allaha, xilib sözü deyə bilmirəm. Çörək sözü deyə bilmirəm. Oturub maşında gözləyirəm ki, bir dənə Azərbaycanlı olsun. Bizdə də bu rasiyadır. Rasiyanı açıq qoymuşam. Gözləyirəm, görüm bir dənə Azərbaycanlının səsi gəlirmi? Nəysə elə oldu ki, bir Lənkəran zonasından biri gördüm rasiyada danışır. Buna dedim ki, qardaş, mən yolun bu yüzündə qalmışam. Yəni, imkan varsa bir dənə səninlə görüşək dənə. Bu gəldi, bununla görüşdüm, həm istəyirəm ağlayam, həm gülürəm, həm də mənim kövrəlimə tutub. Bu yad ölkə, dil bilmirəm, birinci reis. İki uşağım var. Bir vaxt ayıldım ki, qızıma elçi gəlir, oğlum dəstgərliyə gedir. Bu 20 il ərzində 2 dəfədir, yoxsa 3 dəfədir mən oğlumun ad gündə iştirak eləmişəm. Oğlum da bu sənəti seçdi. O da istədim İdman Akademiyasına qoyam, dedi ki, yox, atam tırçıdır, mən də tırçı olmalıyım. Bu bir oğluma zəng eləyim, görüm bu hardadır, bu dünəndən bəri danışa bilməmişəm. Qazaxıstandadır. Demi, salam atam balası, nə varsan? Salam aslan, şuna varsan. Sağ olun, sağ olun. Sən haradasan indi? Ben Qazaxıstanda. Bu çölçülük mənə o qədər öyrədib ki, mən belə pısmasın, evdəkilər pişirdiyindən mən qəşəng yeməklər pişirirəm. Bu bizim tez bazar olan yeməyimiz. Şoferin əl üstü deyərlər də bunu yeməyi. Bu bizim çörəyimiz. İnşallah indi də yolumuza davam eləyirik. Allahın köməkliyi ilə. Bu
bu yolda yuxu ölümə bir addımda tez yaxınlaşdırır. Elə olur ki, mən bu Volqoqradı keçmişəm, demişəm sürərəm qabağa, birdən baxmışam ki, ayılmışam, bir yoldan çıxıram. Elə orada da yolun qırağında çəkib yatmışam. Yəni bu şoferlərə tövsiyəm odur ki, harda yuxun gəldi, çək maşını, getmə. Yəni özün də problem yaşayarsan, qarşıdan gələn insana da problem yaşadarsan, bir 10 dəqiqə, 15 dəqiqə gözünün acısını al, ondan sonra davam elə.